Dostlar, göstərdiyimiz plug-in hibrid. Baxın, plug-in hibrid bu ilin ortasından sonra olmalıdır. Bəlkə gələn il, hələ dəqiq bilmirəm. Deməli, plug-in hibrid. Baxın, qara rəngdə. Maşın dizayn olaraq çox cüzi dəyişikliklər olub, yəqin ki, hiss edirsiniz. Plug-in hibrid bamperlər biraz başqa cürədir. Ondan sonra burada əlavə pavorotnik var və normal dizeldə ya da benzində bura plasmasdır. Burada material başqa cürədir. Ön bamper başqa cürədir və ön görünüş azacıq başqa cürədir sanki. Belə inşallah daha çox detallı Allah'ın köməyi ilə inşallah gələndən sonra məlumat verərik. Avtomobil çıxsın. Hələ bəlkə də ola bilər ki, bu prototipdir. Heç belə olmayacaq bəzi şeylər. Hələ ki, muzeydə bir dənəsini qoyublar. Və bunun elektrik platforması da buradadır. Baxın, bateriyka Stenkanın altında olacaq. Bu əvvəlcədən də belə olacağını mən düşünmüşdüm. Səbəb ondan ibarətdir ki, bu şeydə də belədir. Nədir bu? Wranglerdə də belədir bu. Stenkanın altında ən təhlükəsiz yerdir. Çünki əgər ki, bu cür avtomobillər hər hansı bir off-road şəraitində udara düşərlərsə, fikir verin, burada bir dəmir, burada bir dəmir, burada bu boyda bir dəmir və yalnız ondan sonra akkumulyatora gedib çatmaq olur. O da düşür arxa Stenkanın üstünə. Yəni, oturub baxanda avtomobilə, baxın, gəlir təqribən bura düşür. Yəni, arxa Stenkanın oturacaq hissəsinə düşür. Belə, bu qədər dostlar. Bu da plug-in hibrid. İnşallah ki, xoşunuza gələr. Gələndə sizə bildirəcəm.